bir dənə Cəfər adında şəxs var. Buna Pələng Cəfər deyiblər. Ləqəbi Pələng olub. Deyir, Məşədin yaxın kəndlərinin birində yaşayırdı. Nüfuzlu bir adam idi. Cəmaət də eyni zamanda bundan qorxurdu. Avtoritet səviyyəsində bir insan idi. Uşaqlar, ondan sonra cəmaət bundan qorxurdu. Müəyyən əməlləri də vardı ki, cəmaət onu xoşlamırdı. Günahları vardı. Amma bunun yazırlar tarixində. Bunu İmam Rıza Əleyhisselamın hərəminin xidmətçisi nəql eləyir. Deyir ki, biz İmam Rıza Əleyhisselamın ehsanını apardıq yaxın kəndlərin birinə ki, gedək orada kənddə fəqirlərə, cəmaata paylayaq İmam Rıza Əleyhisselamın ehsanını. Bilirsiniz ki, Məşəd şəhərində İmam Rıza ağanın ehsanı bişir və ziyarətinə gedənlər o ehsandan yeyirlər. Getdik, deyir, ehsandan paylamaq istəyəndə məscidin imamına, axunduna dedi ki, sən gəl cəmaata elan ver. Cəmaat yığılsın, biz İmam Rıza Əleyhisselamın ehsanını gətirmişik, ağanın ehsanından təbərrüş üçün yesinlər. Deyib, biraz keçdi, gördük, böyük bir dənə izdiham yarandı. Bizə məscidin imamı qayıtdı, dedi ki, bəs gəlin paylayın. Baxdıq, gördük ki, Allah, izdiham əlindən, hayküy əlindən, səsküy əlindən bu mümkün deyil paylamaq. Və qayıtdım, dedim ki, ağa, siz nə cür elan eləmişsiniz bu elanı, nə cür vermişsiniz bu qədər cəmaat gəlib? Deyir, biz mikrofonla elan elədik ki, İmam Rıza Əleyhisselamın hərəmindən bizə ehsan gətiriblər, cəmaat gəlin. Dedi, axı, belə eləməyin də, siz axı niyə mikrofonla elan elədiniz? Biraz narahatçılıq oldu. Deyir, fikrimiz bu oldu ki, day paylamayaq bunu. Mümkün deyil ki, bunu paylamaq. Keçəndə gördüm, bir dənə qız uşağı oturub, belə fəqir, ayağında başmaq, biri var, biri yox. O da deyir, bir cırıq formasında, üst başı paltarı deyir. Bunun baxışları mənə elə baxdı ki, baxışları sanki mənə deyirdi ki, hara gedirsiniz də? Yəni, biz bu İmam Rıza ehsanın yeməyə gəlmişik. Deyir, qəlbim ot tutdu, yandı. Deyir, onda bir dənə qayıtdım, dedim ki, ya qərib İmam Rıza Əleyhisselam, bu heç olmasa uşağın baxışları ki, mənim qəlbimə belə ot qoydu, bu uşağın baxışlarına xatir. Heç olmasa bir dənə bizə fürsət yarat, biz bu yeməyi burada paylaya bilək. Deyib, bu təvəssül edəndən neçə dəqiqə sonra qəlbimə bir belə ilham gəldi. Qayıtdım, gəldim imamın yanına, dedim ki, ağa, burada cəmaatın bir qorxub hürkdüyü bir adam var. Dedilər, hə, bir nəfər var, Cəfər adında. Ona deyirlər Pələng Cəfər, ləqəbi odur. Dedim, heç olmasa onun nömrəsi filan var, verin zəng eləyə gəlsin və bu cəmaata bir yiyə dursun, cəmaat çəkilsin bir qırağa, biz rahat ehsanımızı paylayaq. Deyir, zəng vurduq, gəldi. Deyir, bir də gördük ki, bu yaxası açıq, xüsusi bir formada, o avtoritetlərə aid bir formada, əlində üzü belə bir formada gəldi, deyir. Gəldi, dedi, nə qulluğunuz? Dedi, biz İmam Rıza Əleyhisselamın hərəminin xidmətçiləriyik. Bu sözü deyən kimi, bu qayıtdı, dedi, mən də xidmətçinin xidmətçisiyəm. Qulluğunuzu deyin, mən hazıram. Dedi, bəs belə, yemək gətirmişik, bu yeməyi cəmaata cərgiyə düzüb bunları vermək lazımdır. Deyir, elə bu ortalığa girən kimi cəmaat bunun formasını görəndə, deyir, qorxdular, çəkildilər qırağa. Bu cəmaatın üstünə bir kəlmə deyəndən sonra, qışqırandan sonra, deyir, cəmaat elə bir dayandılar, başladı, deyir, bu İmam Rıza Əleyhisselamın aşını, ehsanını cəmaata paylamağa. Mən də, deyir, məsul şəxsə göstəriş verdim ki, bütün maşındakı yeməklərin hamısını təhvil verirsiniz Cəfərə. Cəfər, deyir, bunların hamısını payladı, əlində də 4 dənə qaldı. Qayıtdı bizə, dedi ki, bu 4 dənə yemək də qalıb, biz də dedik, o sizin. Deyir, bu elə sevindi, qayıtdı ki, siz nə bilirsiniz ki, mənim özümdən başqa 3 nəfər də mənə gözləyən var. 4 dənə yemək qaldı. Biri özümün, 3 nəfər də evdəkilərin, bir dənə də xəstə adamım vardı, deyir. Onun üçün, deyir, apardım. Amma bizdən ayrılanda həmin bu hərəmin xidmətçisi, deyir, Cəfər mənə qayıtdı, dedi ki, telefonun varsa ver mənə, bir neçə gündən sonra səndən əlaqə saxlayacam. Mənə dedilər, nömrə vermə buna. Amma, deyir, verdim nömrəni, bir neçə gündən sonra zəng gəldi mənə, dedi, mən Cəfərəm, həmin o ehsanı paylayan. Dedim, buyur, nə qulluğunuz? Dedi, gəlin sizinlə söhbətim var.
Cəfər gəlir, görüşürlər. Cəfər bu söhbəti bunlara eləyir. Deyir ki, mən, bilirsiniz də mən kiməm? Yəqin ki, eşitmisiniz mənim haqqımda. Amma mənim bir dənə yaxşı işim var idi. Hər 4-cü gün gedirəm İmam Rza əleyhissalamın ziyarətində. O namaz qılanlar ki, namaz qılıb möhrü ora-bura qoyurlar, onları yığışdıraram həftədə bir dəfə. Onları yığışdırıb səliqənlə aparıb düzərəm yerinə. Mən də deyir İmam Rza əleyhissalamın hərəmində könüllü belə xidmət göstərirdim. Deyir, günlərin bir günü bu xidmətimi göstərdim. Gələndə deyir, gördüm cəmaat yığışıb, dedim, nə işdir? Dedilər ki, İmam Rza əleyhissalamın bəs çek almışıq, istəyirik, deməli, aşpazxanasında ehsan yiyək. Deyir, gəldim, deyir, mən də dayandım. Elə dayanmağımı gördüm ki, məni çıxartdılar zərgədən. Dedilər, sən hara? Çıx. Deyir, çıxartdılar məni, uzaqlaşdıranda bir nəfər eşitdim, qulağıma səs gəldi ki, özünüzdən müğayət olun, Cəfər buradadır. Ki, ciblərinizi qoruyun, özünüzü qoruyun, nəsə bir mal qarət eləyər sizdən filan. Öz-özümə deyir, qəlbim elə sındı, bunu Cəfər özü danışır hərəmin xidmətçisinə. Deyir, qəlbim elə sındı, dedim ki, ya İmam Rza, o günahlarımın hamısından tövbə, qutardım. Amma o sözlər ki, mənə deyildi, o sözlər məni çox narahat elədi. Gəlir, deyir, Cəfər qayıdır İmam Rza ağanın hərəminə, deyir, ağa, hər 4-cü gün gəlirdim bura, bu xidməti göstərirdim. Mənə bu xidmətçilər elə üz göstərdilər ki, bundan sonra da xudahafiz, mən gəlməyəcəm, ağa. İmam Rza əleyhissalama bu sözü dedim, getdim. Deyir, siz mənə zəng eləyəndə bilirsiniz nə vaxt idi. Sözü təzə deyib qutarmışdım İmam Rza əleyhissalama. Gedirdim sizdən mənə zəng gəldi ki, Cəfər bir maşın gətirmişik ehsan bura. Paylaya bilmirik, gəl İmam Rza əleyhissalamın ehsanın payla. Mən onda başa düşdüm ki, görün İmam Rza əleyhissalam necə mehriban imamdır ki, məni ehsanından yeməyə qoymadılar. Amma İmam Rza əleyhissalam mənə dedi ki, Cəfər, sən mənim ehsanımdan yeməsən də, get mənim bir maşın ehsanımı payla. Onda mən başa düşdüm ki, İmam Rza əleyhissalamın mənə lütfi nə boydadır, mehribançılığı nə boydadır. Mən ehsanından yemədim, amma bir maşın ehsanım payladım. Bu İmam Rza ağanın mənə olan bir lütfidir ki, ondan deyir Cəfər hidayət olur. Həqiqətən də hidayət insan çox qəliz bir varlıqdır, mürəkkəb bir varlıqdır. Hidayət mövzusunda çoxlu müəmmalar yaranır, amma məsum imamlar vasitəsilə bu müəmmalar, bu mürəkkəbliklər, bu qarışıqlıqlar elə öz həllini tapır, asan insan yola gəlir, hidayət olur ki, insan bəzən özü-özünə də inanmır.